Balakən rayonunun Hasıqlar kəndində gördüyümüz İrəldəki Hasıqlar 2 nömrəli orta məktəbdir. 11 illik. Qlavnu yoldan təxminən yolun girəcəyinin sol tərəfindəki ev saxtakardır. ...25 sot torpaq sahəsi var. Yol tərəfdən çay daşı ilə hasar alınıb. Hal-hazırda evdə yaşayış yoxdur. Qazı, işığı, suyu işlək haldadır. Bir neçə toma fındıq ağaçlardır. Arxa tərəfdən dəmir ilə hasar alınmışdır. Qonşu ilə aralıq. Qlavnu yoldan təxminən 40-50 metr aralı bir məsafədə yerləşir. Qeyd etdiyim kimi evdə yaşayış yoxdur. Girəcəyin yan tərəfində açıq balkonu var. Yay mətbəxi kimi də istifadə olunur. Ön tərəfində yenə belə bir açıq balkonu var. 6 pilləkən torpaq səviyyəsindən hündürdə tikilmişdir. Girəcəkdə dəmir qapıdır. Evin tavanı yetərincə hündürdür. Girəcəyin sol tərəfində evin mətbəxidir. Enli koridor var. Sol tərəfdə yenə geniş yataq otağıdır. Koridorun sağ tərəfində qonaq otağıdır. 25 sot torpaq sahəsi var. Girəcəkdə mətbəxdir, yataq otağı, yəni qonaq otağı, enli koridor var. Koridorun ön tərəfində hamamıdır, ayaq yolusudur, tam təmirlidir, gördüyünüz kimi işlək haldadır. Qeyd etdiyim kimi evdə yaşayış yoxdur, ev kupçalıdır. Evin damı dəmir çerpitadır. Ev kupçalıdır. Material qayda alqı-satqı edərək evi əldə edə bilərsiniz. Qiyməti 55.000 manata təklif olunur. Real alış şərti ilə yaxınlaşsanız qiymətdə endirim olacaqdır.